günə qədər dəstək olan bütün insanlara öz sonsuz təşəkkürümü bildirirəm. Allah onların da yolunu açıq eləsin, dostumuzun da yolunu açıq eləsin. Elxan, sənə də uğurlar arzulayıram. Təşəkkür edirəm. İnşallah uğurlu addımlarla irəli dayanmaq olmaz. Var olun. Mən də sizə təşəkkür edirəm və növbəti həftə, elə bayram günü 21 martda artıq bundan sonra bir görüş olacaq və Kərim abi ilə Vüqar Şiriyev, Vüqar Yasamal arasında görüş olacaq. Yalnız bir görüş olacaq və orada qalib bilinəcək. Bu həftə isə belə idi nəticələrimiz. Gələn həftə görüşürük. Hələlik!